Bugün biz məntiq keçəcəyik uşaqlar. Ümumi bir məntiq haqqında danışaq, görək biz məntiq proqramı boyunca nələr keçmiş olacağıq bu müddət ərzində. İmtahana bilirsiniz ki, riyaziyyatla bərabər riyazi məntiq deyilən bir hissə də düşür. E, yəni riyaziyyat təkcə riyaziyyat suallarından ibarət yox, həm riyaziyyat, həm də məntiq suallarından ibarət olurlar ki, e, 15-15 şəklində olur. 15 riyaziyyat, 15 riyazi məntiq şəklində paylanmış olur. Həmin bu məntiq hissəsində biz nələrdən danışacağıq? Ona bir tanış olaq. Biz məntiq hissəsində 3 tip sual görəcəyik. Bunlardan birincisi riyazi məntiqdir. Hansı ki, biz ən çox işi bunun üzərində quracağıq. Daha çox bunun üzərində qalmış olacağıq. Amma əlavə olaraq həm şəkilli məntiq, həm də sözlü məntiq keçmiş olacaq. Bunları daha sonraki dərsdə keçəcəyik. İlk dərsimiz, yəni bir neçə müddət dərsimiz elə ancaq riyazi məntiqin üzərində durmuş olacaq. Şəkilli məntiq, sözlü məntiq nədir? Onun haqqında qısa danışaq, sonra keçək riyazi məntiqə. Şəkilli məntiq deyəndə vərəqin qatlanması, açılması, şəkillərin simmetriyası, kublar, hansı ki, kublar haqqında da suallar düşür sizə. Zərin deyir ki, kub şəklində olan zərin ön tərəfindəki xalı, arxa tərəfindəki xal və s. Bunlarla bağlı suallar da olur. Şəkillə riyazinin qarışıq şəklindədir. Bax, bu sualları keçmiş olacaq şəkil suallarının içərisində. Sözlü suallarda analogiya, bir də anagram suallardır ki, siz yəqin ki, əvvəlki siniflərdə falan da belə suallar görmüsünüz. Hərfləri qarışdırılmış sözlər olur. Hərfləri qarışdırılmış sözlərin yerini dəyişərək normal bir söz düzəldirsiniz. Ondan sonra fərqli olanı seçmiş olsun. Hə, Əsmə qoşuldun? Hə, müəllim, işıqlar keçir. Yaxşı. Ona görə. Elə bir şey danışmamışıq, onsuz da narahat olma. Dərsin yenə rekorduna baxarsan. Hı. Sözlü məntiqdə bunlardır ki, biz bunlar haqqında sonraki dərslərimizdə şəkilli və sözlü haqqında danışacağıq. Bugün bizim əsas işimiz riyazi məntiq hissəsidir ki, riyazi məntiqi də 3 formada keçəcəyik biz. Bunlardan birincisi rəqəmlərlə hər şey. İkinci hissəsi riyazi hesablama. Üçüncü hissəsi isə riyazi məsələ. Riyazi məsələlərdən birincisi danışaq. Riyazi məsələlər, əslində biz elə onu həm riyaziyyatda keçəcəyik, həm məntiqdə keçəcəyik. Və orta məktəb riyaziyyatından da sizə tanış olan məsələlərdir. Sürət məsələsidir, yaş məsələsidir, əmək hovuz məsələsidir, faiz məsələsidir. Bax, bu məsələlər olacaq bizim riyazi məsələlər. Bunları riyaziyyatda da keçəcəyik biz. Həm də məntiqdə keçəcəyik. Elə ikisindən paralel şəkildə getmiş olacağıq. Orta məktəbdən də keçdiyiniz məsələlərdə. Bir də bəzi məsələlər var ki, onlar riyaziyyatın içərisində yox, məntiqin içərisində keçən məsələlərdir. Bunlar səhifə nömrələmə məsələləridir. Məsələn, deyək ki, kitabın 345 səhifəsi var. Biz bu kitabı nömrələyərkən neçə rəqəmdən istifadə etmişik? Və yaxud bu 345-ə qədər nömrələyərkən neçə 3 rəqəmindən istifadə etmişik və ya neçə 5 rəqəmindən istifadə etmişik və s. bu tipli suallardır ki, vaxtı gəlib çatanda biz onları keçmiş olacağıq. Sonra təqvim məsələlərdir. Məsələn, deyir ki, sentyabr ayının 15-i birinci günə düşübsə, həmin ilin may ayının 30-u neçənci günə düşüb? Bax, bu tipli məsələlərdir. Keçəcəyik bunları. Sonra ehtimalla bağlı bəzi məsələlər var. Torbadan şarlar çıxarılıb da ki, 5 qırmızı, 3 ağ şar var. Qırmızının çıxma ehtimalı nədir və yaxud ağın çıxma ehtimalı nədir? Bax, bu tipli məsələlərdir ki, biz onu riyaziyyatda yox, daha çox məntiqdə keçmiş olacağıq. Amma digəri qaldığım o faizdir, sürətdir və s. bunları biz riyaziyyatın içərisində də keçmiş olacağıq. Aydındır mı, nədir bu riyazi məsələlər? Sualınız yoxdur ki?
Bunlar haqqında ümumi danışıram. Çünki bunları zaman gələndə onsa keçəcəyik. Sadəcə nə olduğunu məlumatımız olsun deyə deyirəm. Yəni bir kəlmə ki, biz nələr keçəcəyik. Riyazi hesablama. Riyazi məsələdən əvvəl yazmışam. Riyazi hesablama hissəsində müəyyən düsturlar olur. Biz o düsturların yerinə rəqəmlər qoyuruq, riyazi hesablama aparırıq və yaxud fiqur olur, fiqurun sahəsini hesablayırıq və ya fiqurun perimetrini hesablayırıq. Cədvəl şəklində suallar olur, o cədvəlin ikinci səhvini toplamağa bəzən vurma işarəsi qoyulur. Həmin biz toplamaları və yaxud vurmaları yerinə yetiririk və s. Yəni hesablamalar aparırıq. Bizdə ən birinci rəqəmlərlə hər şey, biz elə ilk başlayanda bunlardan başlayacağıq, bir neçə dərs rəqəmlərlə hər şeydən danışacağıq. Rəqəmlərlə hər şeyin bölmələri hansılardır? Ardıcıllıqlardır, qeyri-aşkar operatorlardır, qeyri-aşkar cədvəllərdir, şifrələrdir və s. Əli gəldin? Bəli. Hə. İşıqlar söndü ona görə. Başa düşdüm, elə bildim, elə bir şeydir. Dərsin əvvəlinə rekorddan baxarsan da elə bir qeyri-adi nəsə deməmişəm. YouTube-da olsa baxarım. Tamam. Bax, bu dərslərdir ki, rəqəmlərlə hər şey. Bunlardan da ən birincisi bugün keçdiyimiz olacaq. Bugün keçdiyimiz də bizim olacaq ardıcıllıq. Bugün biz ardıcıllıqdan danışacağıq uşaqlar. Bizdə yenə kim çıxdı? Ben yok. Amma buradadır. Zeynəb. Zeynəbin o biri telefonları qoşulurdu, sadəcə qalanıq. Salam müəllim, axşamınız xeyir olsun. Bir dəqiqə mən əlaqə saxlayım, yəqin işıqlar sönüb onlardan. Yaxşı. Deməli, ardıcıllığın biz 3 formasını keçəcəyik. Sadə ardıcıllıqlar, mürəkkəb ardıcıllıqlar, bir də xaotik ardıcıllıqlar. Bura qədər bir dənə dəftərinizə köçürdün. Bu lövhədə nə varsa. Çünki siləcəm, başqa şeylər yazdıracam. Ədədə Zeynəbə qoşulsun. Kaotik nə deməkdir? İzah edəcəm hamısını. Bugünkü dərsimiz elə bizim ardıcıllıqdır deyə bunun üçündən də danışacağıq. Xaotik belə deyək də, təkrarlanan şəkildə. Qarışıq, belə nə qarışıq deyil, nə belə deyək də, yəni o birilər kimi qaydası olmayan suallardır, xaotik suallar. O sadə əmrəkən bir qaydası olacaq, xaotikdə qaydası olmayacaq. Tamam. Başdan köçür də riyazi. Bəli, hamısını köçürdün, qoy qalsın dəftərinizdə. Məntiq sözlükdən ben götürmüşəm. Aferin sənə. Mən telefondan çəkdim, istəyirsə yazaram da oradan davam edin. Yaxşı, o birilərdən kim? Əsmə sən yazdın, Bəli, mən yazmışam. İbrahim yazdın. Müəllim yazıram. Yaz, sən göz, yaz qutar deyil. Mürəkkəbdən sonra ora nə yazmışsınız? Xaotik.
Müəllim, mən yazdım. Tamam. İndi ne? Bunu sileyim. Başka bir şey yazdıracağım. Yine defterinde götüreceksiniz. Bir dəqiqə. Bir dakika. Heh, yaz. Mən X ilə başlayanda nə yazmışsınız? Kaotik. 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 Yazdım. İndi uşaqlar deyin görün mənə, ədədin kvadratı nədir? Ədədin kvadratı üstü ədədin özünə 2 dəfə vurulur. A'nın üstü 2. Məsələn, A'nın üstü 2 A vurulsun A. Yəni ədədin özünü Ədədi onun özünə qüdrəti. vurmaq. Özünə vurulmalı. Siz 6-cı siniflərdə sıxıntı yoxdur. Bəlkə 5-ci siniflərə. 5-ci siniflərdən də bir dənə soruşaq görə bunlarda problem yoxdur ki. Tuncay, məsələn 5-in kvadratı neçə olacaq? Bəli. 5'in kvadratı Yəni 5-i 5-ə vuranda neçə eləyəcək? 25. Ay, sağ ol. Tapdım buldum. Başa Sək- düştüm müəllim. 8-in kvadratı neçə olacaq? 64. Aha. İbrahim, 9-un kvadratı neçə olacaq? 9-un kvadratı 81. 80. Başa düşdükdə nədir? Kvadrat nədir? Mən 6-larda da belə baxdım ki, sıxıntı yoxdur, hamınız bilirsiniz da. İndi biz kvadrat ədədləri əzbərləyəcəyik. Bax, yazaq bura. Ədəd kvadratı Dəftərə yazaq müəllim. bəli yazacağız və tərsi. Ədəd kvadratı və onun tərsi. Uşaqlar, kvadrat hansı necə işarə olunur? Üstü 2. Üstü 2. Üstü 2. Tuncay İbrahim, baxın, məsələn, 5-in kvadratı olanda belə yazırsan. 5 5 üstündə balaca 2. 2. Yəni, bu o demək ki, 5-i 2 dəfə öz-özünə vuranda neçə eləyir? 25. 25. 7-nin kvadratı neçə eləyir? 7 üstü 2 yazırıq. 49. Bax, belə işarə olunur. İndi gəlin bütün ədədlərin kvadratlarını yazaq. 1-in kvadratı, 1 deyilə. Bir. bəs 1-in tərsi nədir? 1-in tərsi bir dənə gözləyin. Yəni, tərsini oxuyanda da 1 çıxır. Hə, 2-nin kvadratı 4. 4. Bəs Dörd. 4-ün tərsi 4. 3-ün kvadratı, Həm orada tərsi sözü nə demək? yəni tərsinə baxanda da güzgü əksi. Hə, 3-ün kvadratı 6. 6. 6 yox, 9. 9 üstü Dokuz. vuranda. Ha, 9. 9-un da tərsi yenə də 9. 4-ün kvadratı 16. 16-nın tərsi 61. 61. 5-in kvadratı 25. 25, 52, tərsi 50. 52. 6-nın kvadratı 36, tərsi 63, 63. 60. 7-nin kvadratı 49. 9. 94. Ben 94. bir şey soruşa bilərəm. buyur. Yəni burada kvadratdan başqa tərsi bizə nə üçün lazım olacaq? Suallar olacaq ki, ardıcıllıqda. Ədədlərin, məsələn, bax, sizə bir nümunə sual yazın. 61, Ha. 52, sonra 63, 94, sual işarəsi. Hə, belə. Bu 4-ün kvadratının tərsidir. Hə, indi də 5-in kvadratı. Sonraki 5'in, sonraki 6'nın, sonraki 7'nin, o birisi de cevap olacak 46. 46, aferin. Bildin hələ niyə görə yazdırıram? Biz bunu əzbərləməliyik ki, o 61-52-ni görən kimi ağlımıza gəlməli ki, bunlar kvadratın tərsidir.
Sonra davam eləyək. 8-in kvadratı Məntiq. 64. 64, tərsi 46. 46. 9-unki 81, 81, tərsi 18. 18. 81 tərsi. 10-un kvadratı. 10-un kvadratı 100, tərsi 100. 10 tərsi yoxdur. Çünki Yoxdur. Tərsi yoxdur. 001-dir. 0-la başlayan da 3 rəqəmi ədəd olmadığına görə biz onu saymırıq. Elə sual vermirlər. Onda belə məntiqdən misallar olanda belə çıxmayacaq da. Hə, 10-un kvadratını verməyəcəklər də tərsinə. Hə. Ona qədər də rahatdır. Çünki vurma cədvəlindən olandır. İndi ondan sonrası 11-in 11-in kvadratı 121 müəllim. 121. tərsi 121, 121. elə 121. 12-nin kvadratı. Yəni 12-ni 12-yə vuranda. 132. 144 144. Hə, 144, hə. tərsi 441. 13-ün kvadratı 169. 169. 69 tərsi 961. 14-ünkü 196. Yəni uzadım bunları xəttimizi. Bilirəm. Oyda məndə az yer qaldı. 14-ün kvadratı. Şimdi az 196. keçirli vərəqdən yazsam nə olacaq ki? 14-ün 196. kvadratı 196 tərsi 691. 15-in kvadratı 125. 225 225. tərsi 522. 16-cı 256. 16-nın kvadratı 256. 206 tərsi 652. 17-nin kvadratı 340. 289. 280. Mən 343 nə idi? 7-nin kubuydu. 7-nin kubuydu. Mənə bir dənə gözləyin. Aha, buyurun. Kimi gözləyim? Nə lazım idi? Yerim bitdi, qoyun bir dənə xətti çəkim. Aha, çək. Sonra 18-in kvadratı gəlir. 324. 324. Tərsi 423. 23. 19-un kvadratı 361. 361. Tərsi 163. 163. Ən axırıncı 20-nin kvadratı 400. 400. 400. Tərsi də yoxdur. Yok. Yoxdur. Yazın bunu. Hamı yazıb bitirsin. Bitirdim. Əmrah. Bitti. Yəni bu birlərdə də bitsin. İbrahim hara getdin? Ben buradayım. Bağlama kameranı. Yaxşı. İbrahimdə bitib. Tuncayda bitib. Zeynəbdə bitib. Mən bir dənə gözləyim. Zeynəb sən işıqlar sönüb internet telefonla qoşulmusan, mobil internet. Varım ben. İki yüz on yedi. Bitdi müəllim. İndi kuba keçək. Bəs kub nə deməkdir? Bu üstü 3. Ədədin özünə 3 dəfə vurulması. Ədədin özünə 3 dəfə vurulması. Ədədin özünü özünə 3 dəfə dəfə vurmaqdır. Onda belə çıxır ki,
4'ün kubu nəyə bərabərdir? 4'ün 12. yo 64'e. 64'e. 64'ə. Yenə 5-ci siniflərlə bir dənə dəqiqləşdirək. İbrahim, kub üstündə 3 ilə yazılır. Necə kvadrat üstündə 2 ilə yazılmışsa, bu üstündə 3 ilə yazılır. Kub. Və Yani 3 dəfə 3 dənə 4'ü bəri bir-birinə vurmaqdır. Onda 2'nin kubu neçə eləyər İbrahim? 2'nin kubu 8. 8. Tuncay, yaxşı, 3'ün kubu neçə eləyər bəs? 27. 27. Məntiqini başa düşdükmü? Bəli. Bəli. İndi kub ədədləri yazağın, onları da yenə dəftərinizə köçürdüb əzbərləyəcəksiniz. Keçək kublara. Kubları 10'a qədər yazacağıq da, 20'ye qədər yazmayacağıq. O tersinde onların da tersini yazdıracaksınız da. Bəli, bəli, bəli. Deməli. Yazdım. Ədəd, kubu və tərs. İndi 1'in kubu neçə edir? Elə bir. 1. Elə 1, Bir. tərsinə 1. 2'nin kubu 8. 2'nin kubu 8. tərsi, 3'ün kubu 27. 27. tərsi, 72. 72. 4'ün kubu 64. 64, tərsi 40. 64. Ha. 5'in kubu 125. 125, 21'de tersi. tersi 521. 6. 6'nın kubu 6. 216. 216, 216. tersi 600. 612. 7'nin kubu 343. Tersi. 300, tersi de 300. 8'inki 512. 8'in kubu 512, 215. tersi 215. 9'un kubu 729. 729, 229. tersi 927. Onun kubu Neyin tersi yok? Eləmin tersi yok. tersi de yoktur. Yoktu. Sağ. Yazsın hamı. Bax, bunları əzbərləyəcəksiniz. Ben ezberleyelim. Kvadratı 20'ye qədər, kubu 10'a qədər. Kvadratın da 20'ye qədərini onsuz da vurma cədvəlindən bilirsiniz. Evet. Müəllim, Bəli. Mert'in burada bir tane biz bu yazdığımız kodları öğrenək. Necə? Bir tane biz burada yazdığımız kub və kvadratları öğrenək. Bəli, öyrənmək üçün ancaq onu verəcəm. O ikisi. Kanka bunları da yiyelim. Ben Əsmadan başqa hamı da bitib. Bəli. Məndə kitab var, oradan da köçürə bilərəm. Silə Yox, bilərəm. köçür. Çox qalıb şey. Hə, çox var. Oradan əzbərləyəm. Ekranı skrin eləyə bilirsən? Yox, kompüterdəyəm. Kompüterdə də olur da. Windows'la print Elə screen bilmirəm. olacaq. Aşağı solda Rekord videodan da Windows. köçürə. Rekord Aşağı- videodan da köçürə bilərəm. Hə, video, Andasan sen.
Videodan pauza edib eləyərsən. Yaxşı. Yaxşı uşaqlar. Gələk indi dərsimizin əsas hissəsinə. Bu əzbərləməli olduğunuz hissədir ki, bu bizə lazım olacaq dərslərdə. Deməli biz ardıcıllığın neçə növünü qeyd elədik? Hansılar idi? Bir. 3 növ idi. Yox, ardıcıllığın hansı növləri var idi? Sadə mürəkkəb. Sadə, Sadə mürəkkəb də sadə, mürəkkəb, Xaotik. xaotik. Gəlin birinci danışaq. Bir də sixratik nə deməkdir? İzah eləyəcəm, indi ona gələcəyim. Tələsməyək bir yana. Sadədən danışaq birinci. Sadənin növləri hansılardır? Birinci artan. Hələ ki mənə qulaq asın. Fikriniz məndə olsun. Sonra icazə verəcəm köçürəcəksiniz. Artan. Olsa video rekordunuz da var. Lazım ona qayıdıb baxa biləcəksiniz. Problem deyil. Əsas diqqətiniz dərsdə olsun ki, çətinlik çəkməyəsiniz misal yazan. Artan, azalan, artıb azalan, azalıb Artan. bir də qarışıq. Məsələn, artan necə olur? Artan sıralar daim arta-arta gedir. Ya toplama ilə artır, ya vurma ilə artır. Hər hansısa bir qayda ilə arta-arta gedir. Məsələn, sadə bir nümunə yazaq. 4, 7, 10, 13, sual işarəsi. Neçə artır? 300. 16. 300. 300 artır 16. Hə, misal həll edəndə evdə, indi bu bilirəm sadə sualdır. Baxan kimi görsənir, hamı görür. Amma bundan çətinlərini də görəcəyik də biz. Ən rahat nə etməliyik? Hökmən üstünə qeyd etməliyik. 4-ün üstünə nə gəlsəm 7 olar. 3. Üstünə bax qeyd edirik. Üstə gəl 3. Hökmən misalların üstünə qeyd edib sonra fikirləşirik. 7-dən 10 necə almaq olar? 3. Üstə gəl 3. Bəs 10-dan 13 necə almaq olar? Üstə gəl 3. Üstə gəl 3. Onda 13-ün də üstə 3 gələndə neçə eləyir? 16. 16. Cavabımızı tapdıq. Sualımız yoxdur ki. Xeyr. Yoxmu? Buna niyə artan ardıcıllıq dedik? Çünki Çünki artır, müəllim, 3 artır. çünki müəllim toplanır. Çünki toplamadır, get-gedə artır. Hə, indi azalan ardıcıllıq. 64, 32, 16, 8. 2 azalır müəllim. Sual işarəsi 4, 4, 4. 2, 2 bölünürsə də nə cavab 4. Bölünür. 2-yə bölünməklə azalır. Ona görə biz buna azalma ardıcıllıq deyirik. Demək 64-dən 32 almaq üçün 2-yə böldük. 32-ni 2-yə böldük. 16. 16-nı 2-yə böldük. 8. 8-i 2-yə böləndə neçə eləyir? 4. Cavabı aldıq mı? Sual varmı? Yox. İndi Müəllim, mənim bir dənə sualım var. buyur. Bunu köçürək indi. Necə? İndi köçürək bunları. Yox, tələsmə, deyəcəm hələ. Yox, hələ izah edeyim. Sual işarəsinin yerinə 4-ü tapdıq. Bəs 4-dən sonra yenə 2 var, düzdürmü? Müəllim, elə orada 2-yə bölünməksə onun tərsini Elə eləyir. orada 2-yə bölünmür, çünki 2-yə bölünür. 4-ü də 2-yə böləndə 2 verirmi? Bəli, ona görə 2-yə vurub da eləyə bilər. Deməli, siz nəyi demək istəyirəm uşaqlar? Nə etməlisiniz? Sual işarəsi ortalarda gələndə onun davamını da yoxlayın. Görün, axıra qədər düz gəlir, yoxsa yox. Yəni, yarımçıq saxlamayın. Yaxşımı? Bəli. Davamını da yoxlayın ki, birdən davamı düz gəlməyə bilən misallar olur. Onda qaydamızı dəyişirik ki, axıra qədər düz gəlmiş olsun. Yaxşı? Bəli. Məsələn, elə bir nümunə yazdım sizə. 255 366 497 648
Sual işarəsi 10.000 10. Mustafa. Bax indi. Müəllim, birinci 111 artır. Birinci Birinci 111. 255'ten 366'ya 111 arttı. Ondan sonra 130 arttı. Deməli Evet. 20 neçə 20 artdı? arttı. 111 artdı. 130 artma, 131 artdı. Hə, 131. Ha, o bizde Ondan sonra yakıncı. təzədən 20 gələcək 151 artır. Ondan sonra Oradan da 171 artacaq. O da olacaq 819. 819. Düzdürmü? 191 gətirəndə də 1000 olur. Yaxşı, indi 819-un üstünə də 191 gəlsək 1000 olur. 10.000 onu eləyəcəkmi? Xeyr, yo. Dalı düz gəlmədi axı. Onda Demək ki, sizin bu dediyiniz qayda düzgün deyil. Bu misala aid deyil. Çünki sualdan sonrası düz gəlmədi. Elə bir şey deməliyik ki, sualdan sonrası da düz gəlməlidir. Bildiniz niyə görə deyirəm sualdan sonrasını da yoxlamaq lazımdır. Hə. İndi ikinci bir qayda. Demək bu qaydamız səhv imiş. Bunu silməliyik. Getməliyik üçüncü təzə başqa bir ikinci qayda tapmalıyıq ki, sualdan sonrası da ödənsin. Ne sefer artır? Üstüne bakarsan ne olacak? Bunun cavabı var yəni mən. Mən sizə biraz köməklik edirəm. Ha, seçtim. Şey, Mənim 5'in kvadratlarla gelir. Ha? 5'in kvadratı, 6'nın kvadratı 10 olar. 10. 10. Deməli, 81 ise 819 oldu. 25 5'in kvadratı. 36 6'nın kvadratı. 819. 189. 8'nin kvadratı. 7'nin kvadratı. 64 819 cevap. 81 9'un kvadratı. 110 kvadratı. Oldu. Taptık. İndi sualdan sonrası gəldi mi? Bəli. Bəli. Vermem. İndi bu qaydadır. Deməli, həmişə sual ortadasa sonrasını da yoxlamaq lazımdır. Ki bizi çaşdırıcı suallar verəcəklər bax bu şəkildə. Susun. Ben kötüler. Köçürün. Bura qədərini köçürdün, davamını izah edin. Bu mənim yazdığımız da köçür də ən aşağıdakı. Ona fərqi yox. İstəyirsən köçür, istəyirsən köçür. O nümunədir sadəcə. Əsas yuxarıdakıları köçürdün. O artıb azalanın üzərində qabağını boş saxlayın. İndi yazacağam. Ona da nümunələr yazacağam. Burada paylaşılır video. Qabağını boş saxlayaq, yazmayaq o nümunələri onda. İndi mən özüm yazacağam da ondan sonra yazarsınız. Hə. Elə ilk ikisini köçürdün, gözləyin. O biriləri mən nümunə də yazaram ondan sonra. Artan da salamı. Bəli, onları hələ indi izah edəcəm. Ay, biliyorsun. Müəllim, mən yazdım. Hı -hı. Nasıl kaldı? Hı hı. Ya.
Müəllim, qayda belədir. 3 artırırsan, 3-ə bölürsən. Deməli, aha düz deyirsən, bir də Peki. izah edeyim. Artıb azalan ardıcıllıq niyə deyirik? Əvvəl onu izah edeyim. Bir artır, bir azalır. Ona görə artıb azalan deyilir ki, ədədlərimiz bu dəfə bir növbə ilə artır, azalır, artır, azalır, artır. Yazaq bunda müəllim. Və biz buna tələsməyin. Artıb azalan ardıcıllıq deyirik. Bəs 24-dən 27-yə necə artır? 3 artır müəllim. Artır. Artır, 3-ə bölünür, azalır da yəni. 3 dəfə. Bir dənə 3 tələsməyək. artır, 3 azalır. Bir dənə tələsməyək. 24-dən 27 almaq üçün 3 artdı. Bəs 27-dən 9 almaq üçün 3'e bölünür. Bölünür. Müəllim, səhv deyə 7-yə gəlmir. 3 dəfə azaldı. Bölünür. Yəni bölüç oldu. 9-dan 12 almaq üçün üstünə 3 Bölünür. 12-dən 4 almaq üçün 3-ə böldük. Bölürük. 4-dən 7'ye 3 gəlirik. 7'nin də 4 3 gəldi. 7, 7-ni bölürük 3-ə. Bölünmür. 3 alırıq. 3 tam onda 5. Bölünməyəndə belə yazarsınız. 7 bölünsün 3. 3 deyil, hə, kəsir formasında. Yazdım. Kəsiri hamımız bilirik də. Bəli. Bəli. İbrahim Tuncay bilirik kəsiri. Bəli. Bəli. Aha. Bölünmür, sən də yazırsan 7 böl 3 kəsir xətti ilə. Hesablamırıq. Ben götürdüm. 2,3-də 1 falan yazmaya ehtiyac yoxdur. Elə cavabımız nədir? 3-də 7-dir. Yaxşı? Bəli. Bunu da hamı köçürsün. Ben götürmüşüm. Götürdüm. Siz köçürənə qədər mən o birinə nümunə yazdım. Yazın. Burada hazalı parçacıqdım. Hı. Ben buraya ne yazmışsınız 14'ten sonra? 13, 5, 4, 8, 7, 14, 13 sual. Bir azalır, 4 Bağa artır. artana Bir görə. azalır, Bir 4 azaldırırız, artır. vururuz ya. Bir azalırız, sonra vururuz. Sonra bir tane azaldırırız. Hə, vuruq ki, hə. Deməli, birinci Vurmaq da azalma artana ilə. gedir də müəllim. Bəli, 1 Cevabı çıxırıq, 26. 2-yə vururuq. 26. 1 çıxırıq, 26. 2-yə vururuq. 1 Bir çıxırıq, çıkırık çeviriyoruz. Bir çıkırık çeviriyoruz. 26. başa düşürük də sıxıntı yoxdur ki. Aynen. Xeyr, yox. Yox. Əslində uşaqlar azalıb artmaqla artıb azalmaq oxşar şeylərdir. Sadəcə fərq var da. Birində birinci artma olur. Ay sağ ol. Yəni ikisi də növbəli şəkildə gedir, amma biri birinci artmaqla başlayır, o biri birinci azalmaqla başlayır. Sualımız yoxdur ki. Yenə bunu köçürdüm, mən qarışıq aid bir nümunə yazdım. Dört, 8, 16, 14. Kim var? 2 var. 2 çıx. 2 dəfə 2-yə vurub, sonra İki defa çeviriyoruz. 2-yə vururuq, sonra 2 çıxırıq. 42. Ora nə 2 deyirsən? dəfə 2-yə vururuq. Vur 2, vur 2, çıx 2, çıx 4. Sonra Ha, Sonra da yenə vururuq 2-yə. vur 2 yeni. məntiq. Yine vurduk. Elə məntiq olmadı. Sizinkilər qarışıq oldu. Bir dəqiqə. Birinci buna niyə qarışıq demişik, onu izah edeyim. Qarışıq ona görədir ki, artır, sonra azalır. Ona Hə. görə də bunu artıb azalanda deyə bilmərik. Artıb azalan növbəli getməlidir. Həbsi onda artacaq da. Ona Yəni görə qarışıq. Müəllim belədir. Məsələn, 4 artır, sonra 8 artır, 2 qatı. Bu səfər 2 azalır, 2 qatı qədər 4 azalır. Sonra
Sonrasında da təzədən artıb azalırsa 2 qat. 2. 20 olacaq. Yani. Gəlin mən izah edeyim baxaq. Cavab nədir müəllim? İzah edirəm də tələsməyin. Tabii. Burada rəqəmləri cəmini 2-yə vurur. Yəni uşaqlar, 4-ün rəqəmləri cəmi nədir? 4. Elə 4-ün özü. Çünki bir rəqəmlər hətta. 4-ü 2-yə vururuq nə eləyir? 8. 8. İndi 8-in rəqəmlərinin cəmi nədir? Böyle 8. Yenə 16. 8-i 2-yə vururuq, 16. 16-nın rəqəmlərinin cəmi nədir? 7. 7. 2-yə vururuq. 14. 14-ün rəqəmlərinin cəmi nədir? 5. 2 5. vururum. 2-yə vururuq, 10. Cavab Onun rəqəmlərinin cəmi nədir? 2. 1. 1. 2'ye vururum. 2. 2-yə vururuq. 2. Bax, indi görürsünüz məntiq belə. Ben demiştim 2. En başta ben demiştim 2. Bax, bu məntiqdir. Hamısında eyni şeydir. Amma sizin bayaq dediyiniz qarışıq bir şey olur. Vur, vur, top, çıx. O məntiq olmadı axı. Bir dakika. Ben 2 taptım ama. Sən 2 tapmadın, Tuncay. 2 atdın. Atmadım. Yazdınız bunu da. Sən gözlə. Evet. Maraqlıdır. Bəli. Evet. Bir dənə də bir şey deyim uşaqlar. Məntiq sualı həll edəndə ən çox 3 dənə qaydadan istifadə etməlisiniz. Məsələn, bayaq deyirdiniz, vurduq 2-yə, çıxdıq 4, çıxdıq 2. Artıq o qayda olmadı ki, uzana getdi. Amma rəqəmləri cəmini 2-yə vuranda bu orada artıq qayda. Rəqəmlərini cəmlədik, 2-yə vurduq. Yaxşı? Bax, bunların hamısı sadiyə aid idi. Sualımız yoxdur ki, hərəsinə aid bir nümunə yazdım. İndi ev tapşırığında da siz yazacaqsınız. Bunlara aid. Keçdik mürəkkəb ardıcıllığa. Ekrana hamı yazıb, silə bilərəm. Ama yazın. Yazın. Kim yazmayıbsa yazsın. Sağ. Ben yazdım. Of. Əsmi, sən qutardın. Evet, tamam. Qutardın. Zeynəb qutarıb, Tuncay qutarıb, İbrahim qutarıb, Əli qutardın. Bəli. Heç səsdə qalmadı ki. Keçdik mürəkkəbə. Kim mənə mürəkkəb cümlənin tərifini deyər? İki cümleden ibaret cümlenin ele. Mürəkkəb cümlə nədir Azərbaycan dilində? İki cümleden ibaret olan Mürekkep cümle 2 veya daha cümle. çok cümleden ibarettir. 2 və ya daha artıq sadə cümlə birləşəndə nə olur? İki Rəşkər. tane Ya. mürekkep cümle. 2 veya daha çok cümlelerin bir Ha, burada da sade. Burada da cümleleri. bayaq sadələri yazdıq, gördük mü sadə nədir? Aha. İndi 2 və ya daha artıq sadə sıra birləşəndə olur mürəkkəb. Mürekkep. Amma 2 və ya daha artıq deməyəcəyik. Biz öncə nə dedim mən biraz əvvəl? Məntiqdə ən çox neçə qayda olur? 3 qayda İki. olur. Belə üç. Ona görə 2 və ya 3 deyəcəyik də 4, 5 olmayacaq. Ya 2 dənə sadə sıra birləşəcək, ya da 3 dənə sadə birləşəcək. İndi nümunə yazıram, köçürdüm dəftərinizə, sonra izahını verəcəm. 1, 2, 3, 4, 5, 9, 8, 7, 16, sual işarəsi, sual işarəsi, sual işarəsi. Bir dənə də nümunə yazıram. 2,
2, 3, Götürdəməm ikincisində. 5, 6, köçürtmə. 7, 8, sual işarəsi, sual işarəsi. Yox, bir dəqiqə. Bir dənəsini 8-dən sonra 11, sonra sual işarəsi, sual işarəsi. Nerede sonra? 1, 6, 8, 11, sol. Yazdım. Dəqiqə müəllim. Ben bir de cevaplarını evden mi yazdım, şimdi mi yazdım? Yox, izah eləyəcəm indi. Hələ ki mən izah eləyəcəm. Evdə sizə başqa test atacağım, onu işləyəcəksiniz. Mən bir dəqiqə gözləyərsiniz də. Gözləyirəm. Ben sesiniz kırık kırık gelir. Səsim qırılır, mənim hamı da qırılır. Yox, müəllim, Ben de Məmməd. məndə deyil. Sizin internetdə sıxıntı var. İndi normal gəlirmi mənim səsim? Yo, mənim indi də qırıq gəlir. Məndə də qırıq gəlir. Hamınıza qırıq gəlir mənim Məndə də səsim. Məndə müəllim heç gəlmir. İndi bayaqlar uşaqların deyəndə qırıq gəldi, amma normalda heç gəlmir. Bir dəqiqə gözləyin. Normal. Bir saniyə, bir saniyə. Recording in progress. İndi düzəldi bəs. Gəlib. Bəli. Normal eşidirsiniz mi? Bəli. Hı. Davam edin indi. Uşaqlar, birinci sıranı, ən yuxarıdakı sıranı həll etmək üçün biz onu 3 yerə ayırmalıyıq. Çünki bu 3 dənə sadə sıranın birləşməsindən əmələ gəlir. Ayıranda necə ayıracağıq, onu izah edeyim. Ayırmaq üçün bax 1-dən 2-yə, yəni 3-cüyə. Yenə ikisi ortada qalır 4-ə. İkisi ortada qalır 8-ə. İkisi ortada qalır sual işarəsinə. Deməli, nə oldu? 1, 2, 4, 8, sual işarəsi. Müəllim, Bəli. valideyn dərs verir, onlar təzədən başlasın. Bax, deməli, nədir? Lövhəni görürsən də. Bəli. İkisini ortada qoyduq, 3-cüyə çəkdik. 1-dən 2-yə, 2-dən 4-ə, 4-dən 8-ə, 8-dən də gəldik sual işarəsinə. Ayrı aşağıda yazdım və bunu ayrı həll eləməliyik. 1, 2, 4, 8. Necə həll olunur? 1, 2, 4, 8. 2, 2 artar. 2-yə vurmaq. 2 dəfə İkiyə ilə. vuramam. 1-i 2-yə Dəfə. vuracaq. 2-ni 2-yə vuracaq. 4. 16, yine 16. 8-i 2-yə vurdu. 16. 16, 30. 16, 32, bir dakika. 16, 32'nin 64. Yox. Sonraki kere. İndi baxaq görə elə mi olacaq? Bura qədərini başa düşdünüzmü? Bəli. İndi ikincisini ayırıram. Onu da göy rənglə göstərəcəm. İndi ikinci birdən başlayıram. Yenə ikisi ortada qalır. Üçüncüyə xətt çəkirəm. 1-dən 3-ə, 3-dən 5-ə, 5-dən 7-yə, 7-dən də gəlib düşür ortadakı sual işarəsinə. Yazaq ayrı. 1, 3, 5, 7, sual işarəsi. Bəs bunun həlli necə olacaq? Bəli, bunlar hamısı Hiç tək. artır. Hiç artır. Zamanda. Deməli, Tuncay deyir ki, bunlar tək ədədlərdir. 1, 3, 5, 7, 9. 9.
Sonra Ola bilər. amma digər yoldaşlar necə dedi? Dediniz 2 artır, düzdürmü? 2 2. O da olar. Üstünə 2 gəlirik, 3. Eyni şey değil mi? Tərsinə Bu 9 ədədlər də eləyir. 2 artır da nəsə fərqi var Üstünə 2 ki. gəlirik, 9. Bəli, heç bir fərqi yoxdur. Sadəcə Tuncayın ağlına birinci o gəldi. Sizin ağlınıza birinci bu gəldi. Amma fərqi yoxdur. Onsuz da eyni şeydir. Yəni, problem yoxdur. Ev tapşırığında da elə bir şey olacaq ki, biriniz başqa cür ağlınıza gəlib deyəcəksiniz, o biri başqa cür deyəcək. Heç bir fərqi, heç bir sıxıntısı yoxdur. Yaxşı, məntiqli olar bu, normal bir şeylərdir. Çünki hər ikisi onsuz da eyni şey deməkdir. Deməli, mənim ikinci sualın da cavabı 9-dur. Bəli, ikinci sualın da cavabı 9-dur. Bu da aydındır. 16, 9. İndi gələk üçüncüyə. Onu da yaşınla göstərəcəm. Onda da üçüncü birdən başlayacaqsınız. Birdən 4-ə, 4-dən 9-a, 9-dan 16-ya, 16-dan sual. O iki sualı. Onu da ayrı yazarın aşağıda. 1, 4, 9, 16 sual işarəsi. 3 artır, 5 artır, 2 2 yenə 3 artır, 5 Təşrəqələrlə artır, artırılsa 7 artır, indi 9 artacaq. 25. 3 artır 4 olur. 5 artır Beş 9 artır. olur. 7 Tək artır ədədlərdir. Tək 16 ədədlərdir. olur. 9. 9 olanda da olur 25. Bəli, tək ədədlər qədər Hamısı tək ədəddir. artırlar. Toplananların hamısı tək ədədlərdir. Ay sağ ol. Bu da aydın oldu. Yollar çıxdı da 16. 9. Mən sizə indi bir dənə asan yol deyim bu üçüncüyə. Heç üstünə heç nə gəlmə. Kvadrat ədədlərdir də. 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı. 1'in kvadratı. Düzdür? Elə də demirlər. Anladım. Yəni, görürsünüz yenə ikinci yolu. Bir misal, yəni 2 yolu ola bilər, 3 yolu da ola bilər, sıxıntı yoxdur, yaxşı? Mənim ikinci. İndi, uşaqlar, mənə deyin görüm. Variantda 16, 9, 25 də var. 16, 25, 9 da var. 9, 16, 25 də var. Siz hansını götürəcəksiniz? 16, 9, 25. 9 25. 16, 9, 25. Çünki biz birinci suala 16 tapdıq. İkinci suala 9 tapdıq. Üçüncü suala da 25 tapdıq. Və o sıranı götürməliyik. Yəni, o biri variantlar səhvdir. Ancaq 16, 9, 25 variantımız düzgündür. Yaxşı? Bəli. Bura qədər bir sualımız yoxdur ki. Evet. O yuxarıdakını köçürdün, hələ aşağıdakını izah edəcəm indi. Mən Bir götürmüşəm. şey soruşacağım. O Buyurun. kvadrat dedici, o necə yəni? Birin kvadratı neçə eləyir? 1, 2-nin kvadratı, 4, 3-ün kvadratı, 9, 4-ün kvadratı. 16, Yəni 1, 2, 3 növbəti nəyin kvadratı gəlməlidir? 5'in. 5-in kvadratı 25. Yenə də 25 olacaq. Ha, Yazdığımızı çözdük. Bu da bayaqki kimidir, aşağıdakı yoxsa? Ya bu da elədir, amma bunu 2 yerə ayıracağıq. Onu 3 yerə ayırmışdıq, bunu 2 yerə ayıracağıq. Bu qısaltmayız. Hə. Biz 3 yerə ayıranda necə elədik? İkisi ortada qaldı, üçüncüyə xətt çəkdik. İkisi ortada İndi qaldı, də üçüncüyə xətt ortada çəkdik. birisi qalacaq. İndi ortada biri qalacaq. İkinciyə xətt çəkəcəyik. Yəni 2-dən 3-ə, 3-dən 5-ə, 5-dən 7-yə, 7-dən 11-ə, 11-dən suala. 2'den 2, 3'ten 4'den 2, 3, 2, 3, 5, 7, 11. 11 sual işarəsi. Kim tapacaq? İndi müəllim burada belə olacaq da 2'den 1 artır, ondan sonra 2 artır, 2 artır. Mən bir daha yazdım. Oradan tapacağım. Mən belə ola bilər. Birinci 1 artır, Yo sonra müəllim, 2 belə artır. olmalı deyil. Bir də İkinin- uşaqlar, bir-birimizə icazə verək, xahiş edirəm. Belə qarışıq olmasın. Buyur görüm Zeynəb.
Mən belə ola bilər. Birinci 1 artır, sonra 2 artır, sonra bir-birinə vururuq. 2 olur yenə 2 artır, sonra 2-ni 2-yə vururuq, 4 olur. 7-nin üstünə 4 gəlirik. Deyim də. Sonra 4-ü icazə 2-yə verin. vururuq, Yox, Zeynep, 8, 11-in 8 Çox qarışıq oldu. Mən bəxtlə dedim, 3 dənə ilə cavab tapmalıyıq, maksimum 3 əməliyyatla. Bu uzandı. İndi səndə. Müəllim. Əli. Mən belə deyil, 2-ni vururam 2-yə 4, çıxıram 1. Yox, mən də elə düşünmüşdüm, amma deyil. Amma Uyğun 5-i gəlmir. 2-yə vuranda 11 çıxanda 7 eləməyəcək. Yox, 1 çıxıram, sonra 2 çıxıram. 2 çıxmırsan axı, 1 çıxırsan, sonra yenə 1 çıxırsan. O da olur. O da. Sonra kimin fikri var? Amma qarışmadan, hər kəs bir-birinin fikrinə qulaq asaraq. Biz deyilən riyaziyyatda hansı ədədləri keçdik? Natural ədəddir. Natural. Naturallardan sonra nə keçdik? Natural. Natural ədədlərin içində hansı ədədləri keçdik? Rəqəmləri. Ədədləri, hansı ədədləri keçdik? Sadə və mürəkkəb. Hansı Sadə mürəkkəb. sadə və mürəkkəb ədədlər? Hə, sadə və mürəkkəb. Bunlar sadədir hamısı sırayla Bəli, gedir. bunlar sadə ədədlərdir. Hə. Toplaması, çıxması, vurması, bölməsi heç nəyi yoxdur. Sadəcə sadə ədədlərdir. Yəni 1-ə və özünə bölünən ədədlər. 2, 3, 5, 7, 11-dən sonraki sadə ədəd 13. 13. 13. Əksət tapıldı 13. 13. Birinci 13'tü birinci sual. gələk birini göy rənglə göstərək. 2, 4, 6, 8 sual. 2, 4, 6, 8 2 gələ Deyəcəkdim ki, mən 2 artır, axırda pozulur da. pozulmaz axı şey, niyə ki? 8-dən sonra gələ gedirik də. Pozulmaz sonra nə olacaq? Cüt ədədlər də götürə bilərik. Üstünə 2 gələ 8-dən 10. Hə, mən 11-ə fikir verməliyəm. Cevap 10'da cevap 10. Bəli. Ya cüt ədədlər deyə bilərsiniz ya da 2, 2 2 artır. İlk artı ikisi də eyni şey. Bu da cevap oldu 10. Yaxşı, indi sual verirəm sizə. 13, 10 yoxsa 10, 13? 13 10. 13 10. 13 10. 13 10. 13 10. Bir soruşacağım. İbrahim 13, 10 yoxsa 10, 13? 13 10. 13, 10. Əsma, 13 10. Əli, Mən 10, 13 olmalı sən deyəsən. 10, 13 dedin. Zeynəb, Mən də 10-13. Tuncay, 13 10. 13, 10. İndi baxın uşaqlar. 10, 13 olmalı deyil müəllim. Bir dənə sıramıza baxaq. 2, 10, 13 olmalı da 8-dən sonra bir gəlməli. dəqiqə icazə verək, bir dəqiqə icazə verək. 2, Yaxına bax. 3, 5, 7, 11-dən sonra gələn 13 gəlib düşür bura. Hə. 2, 4, 6, 8-dən sonra gələn 10 isə bura düşür. Onda cavabımız hansı 10 olmalı? 13. 10, 13 olmalı. 10, 13. Hayır. Yəni qulaq asaq, bir dəqiqə qulaq asaq. 13, 10 cavabın biz birinci tapa bilərik. Hə, 13-ü birinci tapmışıq. Amma əsas o deyil. Əsas odur ki, 13 gəlib hara düşür? 11-dən sonra ikinci suala. 10 hara düşür? 8-dən sonra birinci suala. Aydındır. Mən siz soruşanda bir anlıqda olub qaldım, yox, fikirləşdim. Başa düşdük. Bu ilk dərsimizdir uşaqlar. Bunu yəni indi siz məndən öyrənməlisiniz. Onsa problem yoxdur. Sadəcə mən özüm sizə sual verirəm və izah edirəm. Problem yoxdur. Əsas odur gələn dəfə ev tapşırığında səhv eləməyəsiniz. Mən bir dənə söz deyə bilərəm. Buyur. Bunun üçün kitab alacağıq. Yox, mən atacağam testləri sizə. PDF şeydən. PDF. Yəni Yazardım. çıxardıb işləyərsiniz. Ya Kitabın şəklində açıq bəlkə bizdə var. kitab deyil, mən onu PDF kimi işlədəcəm sizə. Yoxdur sizdə. Mən özüm yığmışam, PDF kimi göndərəcəm sizə. Hə, suallar sizindir onda. Bəli, bəli. Müəllim. Bəli. Hə, İndi yazaq ikinci izahımızı. Hə, yazın, köçürdün. Köçürdük. Ben çoktan çözülmüşler. Yazın sonra başqa bir iki şeylər deyəcəm.
Mənim hazırlığım qurtarmasına nə qədər qaldı? Necə? Hazırlığım qurtarmasına nə qədər qaldı? Hələ bir 25 dəqiqə. Nə olub, acmısan? Yox. Yuxun Bir gəlir? saat yarım olur da 90 dəqiqələr. Bəli, bəli, bəli. Yuxarıdakını hamı yazmışdı, düzdür? Bəli. Bəli. Şöyle. Değil mi? Bitti. İndi xaok. Yox, Xaok. tələsmə, hələ yox. Hələ xat keçmə, mürəkkəbdə deyəcəyim şeylər var. Ha. Anladım. Qala, indi yuxarıdakı sualın üzərində bayaq 3 sual işarəsi var idi. Mən onun birini sildim. 2 dənəsini saxladım. Görürsünüz də yəqin ki, lövhədə hamınız. Bəli. İndi mən onu 2 yerə ayırmalıyam, yoxsa 3 yerə ayırmalıyam? 2 yerə. 2 yerə. İki. 2 yerə ayırsam 1, 1, 3, 4, 9, 7 sual. Nəsə bir şey tapa biləcəksiniz buna. Bəli. Hı. Olmaz axı. Olmayacaq. Mənasız. Olmuyor. Ona Deməli, görə 3 dənə olmalıdır. 3 dənə. Mənasız Onun çıxacaq. müəllim necə seçdi ki, birində 4 olacaq, birində. yox, birində 4 yox. Elə bir 2 dənədən biri ayırdım. Hədə Sadəcə Sual işarəsinə görə Bəli. ortada rəqəm qoyuruq. bəzən deyəcəm, sual işarəsini 2 dənə verəcəklər. Amma çaşdırmaq üçün 2 dənə verəcəklər. Sən 2 yerə ayırarsan, görərsən ki, heç nə tapa bilmirsən. Əgər heç nə tapa bilmirsənsə, onda 3 yerə ayırmanı da yoxla. Bax, 1, 2, 4, 8 sual. Buna nəsə tapa bilirsən? Bəli. Toplam. Bəli, bəli, bəli. 1, Sadəcə 3, özünə vursun. 5, 7 sual. Nəsə tapa bilirsən? Bəli. 9. 1, 4, 9, 16. Buna heç nəsə tapmağa da ehtiyac yoxdur. Bəli. Çünki 25. burada sual işarəsi yoxdur. 16-dan sonra gələn sualı qəsdən verməyiblər bizi çaşdırmaq üçün. Müəllim, Vaxt ən çox azalması. 3 yerə bölə bilərik. Nətər? Zeynəb? vaxt Ən adamı. çox 3 yerə bölə bilərik. Ən çox üç yerə bilər. Deməli, bizi çaşdırmaq üçün bəzən sual işarəsini 2 dənə qoyacaqlar. Sən də 2 yerə ayıracaqsan. Görsən cavabı tapırsan 3 yerə ayırmağı da yoxla, yaxşı? Çaşdırıcı suallar qoyurlar. Və yaxud sual işarəsi indi aşağıdakı nümunəni silirəm. Şirin. Bax, bunu sildim. Sual işarəsini bir dənə qoyublar. Bəli. Sən də ayırmaq ağlıma gəlmir. Nə qədər eləyirsən, həll eləyə bilmirsən. 2-2 ayrı. Arada bir ayırmağı da yoxlayın da, bəlkə onda alınacaq. 2, 3, 5, 7, 11. Qəsdən bax, bu 11-in sualını verməyə bilərlər. Yəni, bizi çaşdıran suallar ola bilər ki, sual işarəsi bir dənə olar, amma yenə də ayrılar. Sual işarəsi 2 dənə olar, amma 2 yerə yox, 3 yerə ayrılar. Yaxşı mı? Və ya bir dənə təzə bir nümunə yazım sizə. 1, 2, 3, 5, sual işarəsi, sual işarəsi. 2 sual işarəsi varsa biz nə etməliyik? 2 dəfə yoxlamalıyıq. Ayırmalıyıq. Amma bizi Amma birinciyə baxırıq. Əgər çaşdırıcıdırsa, onda 3 dəfə eləyirik. İndi məsələ burasındadır ki, bu heç ümumiyyətlə ayırmaq lazım deyil. Nə 2 dəfə ayırır? Ümumiyyətlə ayırmırıq. 1 ilə 1-in cəmi nə eləyir? 2, 1 ilə 2-nin cəmi 2 ilə 3, 2 ilə 3-ün cəmi 3-ün cəmi 5, 3 ilə 5-in cəmi 8. 3 ilə 5, 8, 5 ilə 8, 13. 10. Heç görsə ayırmadıq. Baxmayaraq ki, 2 sual işarəsi var idi, amma biz heç ayırmadıq, həll oldu. Ya, bax, belə istisna suallarımız, çaşdırıcı suallarımızda məntiqli olacaq, yaxşı? Yəni, görəndə şey eləməyin ki, ayda, axı qaydası belə idi. Qayda elədir, amma yenə də içində istisnalar çıxır. Çaşdırıcı suallar qoyurlar, yaxşı? Ona görə hər şeyi yoxlamalıyıq. Əslində, bilirsiniz necə? Çoxlu test işlədikcə
Hər test işlədicən. Artıq vərdiş alasınız, onda daha tez tapacaqsınız. Baxan kimi misalın həllini görə biləcəksiniz. Yaxşımı? Bunun üçün gərək işləyək elə. Bəli, çoxlu test. Məntiqin, yəni əzbərləməyi zad yoxdur. Məntiqin qaydası odur ki, çoxlu test işləyəsən. Yaddaşda qal onu. Bunu Benim köçürdün. de yazılsın. Bunu da köçürdün dəftərinizə. Nə varsa köçürdün, keçəcəyik sonra xaotik sıralar. En merak ettiğim. İbrahim köçürmüsən sən? Bəli, Axırıncı yazığını da köçürdün, 1, 1, 2, 3-ü. bəli, odur. Yaxşı. Sağ ol. Ben götüreceğim. İbrahim köçdü, Tunç, Ben de bir tane gözleyeceğim. Əsma köçdü, Əli köçürdü. Zeynəb köçdün? Bəli. Ben götüreceğim. Hə, Tuncay tez elə sən gözləyəcək. Keçirik indi xaotika. Bunu silirəm lövhəni. Artıq bunlardan qəliz deməli. Yox, Məncə asan. yox, yox. Əksinə asandır. Özü daha maraqlıdır. Nümunələri yazım. Tuncay da gəlsin o vaxta qədər, ondan sonra izahlar verəcəm. Mən yazacağam, siz də yazın, sonra izahları verdikcə üstünə qeyd edərsiniz. Onda ara qoyaq da. Aha, biraz boşluq qoyun aralarında. Ben de bir sıfır yazmışsınız. Necə? Birden sonra ne yazmışsınız? Hissələrə ayırma. Tamam, götür. İkinci simmetriyadır. Simmetriya yox, ikinci təkrarlanmadır. Nəsildən ənəvi var. 3 dənə. Bir tane gözleyeceğim. Üçüncü də simmetriyadır. Bir yazın.
Yazın hamısını. Sonra izah edəcəm. Müəllim, mən yazdım. Yazmışam. Hamı yazıb. Bəli. Zeynəb Bəli, yazıb. müəllim. Musa. Yazmışam. Əsma yazmısan, kameram bağlı. Yazmışam. İndi Aynen. gələk bunların həllinə. Hissələrə ayırmaya aid 3 dənə nümunə yazmışam. 3 ayrı misal yazmışam. Birinciyə baxaq. 354, 552, 309 sual işarəsi. Tapan yoxdur təsadüfən. Mən ikincisini tapmışam onun altında. Müəllim, belə fikir verəndə, amma mənasız deyir, cəmləri eyni deyir rəqəmlər. Mənası deyil, elə sualın mənası odur. Bunu hissələrə ayırsaq, bu bir hissə, Hə, bu bir hissə, bu da bir hissə. Hı. Buradakı rəqəmlərin cəmi neçə eləyir? 3, 5, 12. Onu birinci fikir verdim. Bəs 5, 5, 2-nin cəmi, 12. 12, o biri də 12. 3, 0, 9-un cəmi. 12. Yaxşı, sualın yerinə qoyaq. 10 cəmləri 12 olan bir dənə rəqəm. İndi onu hardan biləcəyik? Oradan biləcək. Yəni bu rəqəmlərdən asılıdır o da. Testin cavabından, variantımızdan. Variantımız hansıdır? A variantını bura verməmişəm də mən kitabda, PDF-də variantınız olacaq. Bir variantlara baxacaqsan. A, B, C, D, E variantından. Hansıda rəqəmlərin cəmi 12-dirsə, Hələ bu qədər elə. o da bizim cavabımız olacaq. Və tutaq ki, məsələn, olsun 615. Məsələn dedim, başqa bir cavab da ola bilərdi. O qədər də var ki, rəqəmlərin cəmi 12 olar. Mənim 11 eləyir. 615. Yox, Hə, yox. 12 eləyir. 12. Başa düşdük bunu, bu qaydanı. Bəli. Gəldik ikinci sualımıza. Uşaqlar, ardıcıllıqda bəzən işarələr görəcəksiniz. Ulduz işarəsi, nə bilim, kvadrat qoyacaqlar, ox qoyacaqlar. Onların misalda biz işlətməyəcəyik. Yəni, onun olub-olmamağının bir fərqi yoxdur. Amma bəzən bizə köməklik eləyirlər. Məsələn, bizim bu birinci nümunədə ox işarəsi bizə nəyi bildirir? Deyir ki, bu ədədlərdən 32 al. Necə alarıq 32-ni? Tapmışam. Ne görün Zeynəb? Mən hər rəqəmlərini bir-birinə vururuq, 32 alınır. Aha. Başqa İçində kimsə də, bizə demək alt istəyir. sırada 12 alınır. Mən də 2. Deməli, 8 vur 4 vur 1 neçə eləyir? 30. Bu 32. dəfə hissələrə ayırırıq belə. 8 vur 4 vur 1 də 32 eləyir. 2 vur 8 vur 2 də 32 eləyir. 4 vur 2 vur 4 də 32 eləyir. Bəs aşağıdakılar neçə eləyir? 12. Aşağı Onlar 12. Bunlar da eləyəcək. 10. da 12. 2, Yəni doğrudan o birilərinə asanmış bu. Hı. 17, 3, 20. Bu da aydın oldu. Bəli. İndi üçüncüyə baxaq. 17, 3, 20. Gəlib 17 üstə gəl 3, 20 elədik. 20. Amma altdakından ama 8'e üstüne 22 Hə, tane de 5 25 hərəsi 25 eləyir. Nətər? 25. Hərəsi 25 eləyir müəllim hesablayanda. Bəli, belə ayırsaq 25. 7 ilə 8-in cəmi, 25. 3 ilə 22-nin cəmi, 25. 25. 20 ilə 5-in cəmi 25. İndi sualın yerinə qoyaq. Cavabda olacaqdı o müəllim. Yəni, yenə variantdan baxacaq. 25 olan nə olsa, tutaq ki, məsələn 15-dən 10 olsun. Məsələn deyirəm, başqa şey də ola bilər. Cəmi 25 olan hansıdırsa,
Onu da Hə, götürəcəm. bəs orada variantların ikisində də olsa o Onda soru. artıq sual səhvdir. Onda hamıya 1 bal verməlidirlər. Hə. Özlərinin sınaqları olacaqdı onlar. Onların da sınağı olacaq, mən də sınaqlar keçirəcəm sizdən. Hı. Varmı sualınız? Aydındırmı burası? Bəli. Yoxdur ki, keçici sual. Aydındır hər şeyimiz. Bəli, aydındır. İkinci təkrarlanmanı sizin ümidinizə buraxıram. Adından da istifadə edin, təkrarlanma sözü var orada. Görün həlli necə olar. Tapdım deyəsən. 27. Tapdım deyəsən. De görün. Bir dəqiqə. Bir dəqiqə. Sizə kömək də verdim lövhədə. 54. 2. Yeniden tapdım. De görün. Ben gözüm. Yaxşı, mən deyirəm. Ben Rəqəmlərə bax. gözüm. Aha, gözləyirəm. Yok olmuş. Rəqəmlərə baxın bir də. Ədədlərə yox ha, rəqəmlərə. Başda nə ilə başlayır? 2, 7, 1, 3, 9, 6, 5, 4. Təzədən yenə həmin rəqəmlər gəlir. Bir dənə baxın. 2, 7, 1, 3, 9, 6, 5. 5-dən sonra nə gəlməlidir? Dörd. Ben 4. 4. 4-dən sonra nə gəlməli təzədən? İki. 2. 2-dən sonra 7. 7'den sonra da 1. bəsdir. Artıq 427 olacaq cavabımız. 3 rəqəmli olacaq. Başa düşmədim. Kim başa düşmədi? Mən Bax, Əsmər. Birinci rəqəmimiz nədir? 271. 2. Rəqəm 2. Burada birinci rəqəm hansıdır? 2. İkinci rəqəm hansıdır? 2-dən sonra Ha, rəqəm. yeddi. 7, 7. Təkrarlanır da eyni rəqəmlər. Hə, başa düşdüm. 1, 3, 3, 9, 9, 6, 6, 5, 5. 5-dən sonra 4 gəlməli idi. 4-dən sonra yenə 2 gəlməli idi. Yenə 7 Bir sonra da 7. Başa düşdüm. Başqa kim başa düşməyib? Geçtim. Aydındır Tuncay? Bəli. İbrahim aydındır. Bəli, bəli. Əli, Zeynəb. Ben. Maraqlı sualdır. Bəli. Bəli. İndi gələk üçüncüyə. Simmetriya nə deməkdir? Yəni bunu deyək sonra. Ben de Bir figürün eyni hissədə bölünməsi. Aha, qatlayanda üstə düşməlidir, güzgəçli Aha. olmalıdır, yaxud bərabər bölünməlidir. olsa. Onda cavab nə olacaq? Dəqiqə.
Mənim 3 rəqəmlərlə də olmalıdır cavab. Yox, fərq yoxdur. Mənim 1-dir. Tamamilə doğrudur. Bəli. Deməli, bunu da 2 dənə 2-nin ortasından kəsəcəyik. Eyni rəqəmin ortasından. Mənim yadımdan çıxıb səsim bağlı. Cavab 122-dir. Yox, bir rəqəmdir. 122 rəqəmdir. nədir? Bir rəqəm. Bax. Və simmetriya nə idi? Bir-birinin əksi olmalı idi. İndi baxaq. 2 dənə 2-nin ortasından kəsdik. 2, burada da 2. 7, burada da 7. 7, 5, 5, burada 5. 8, 8. 6, 3, 3. 1. 6, 6, 9, 9. Burada 1 var. Burada Burada da bir. 1 olmalıdır ki, qatlayanda gedib üstünə düşmüş olsun. Aydındır. Bəli. İbrahim aydındır. Müəllim. Tuncay, Bəli. Əli, Bəli, mən. Zeynəb, Əsma. Aydındır. Sualımız yoxdur ki, başa düşdük həm təkrarlanmanı, həm Bəli. simmetriyanı. Onlar da bir-birinə oxşuyur, amma təkrarlanma ancaq soldan sağa gedir. Təkrarlamada ancaq tek rəqəmlər təkrarlanır. Burada yeni rəqəmlər olur. Burada əks olur amma. Mərkəzdən kənarlara doğru. Vəssalam. Dərsə bir dəfə də qulaq asarsınız, məsələ həll eləməmişdən qabaq. Kvadratları və kubları əzbərləyərsiniz. Dediyim kimi testlərini də və qrupa indi PDF göndərəcəm. O PDF-dəki testləri də işləyərsiniz. İstəyirsiniz çıxardın iş. Mən neçə testdir? 50 test. 50. Ya çıxardın işləyərsiniz, ya da ki, elə telefondan işləyərsiniz. Necə istəyirsiniz, fərq yox. Mənim elə ancaq bunlardır. Necə? Elə ancaq bu gün keçdiklərimiz. Bəli, ancaq bu Bir dənə dərs. söz deyə bilərəm. Buyur Tuncay. Bizim printer rəngsiz çıxardı. Ona görə mən rəngsiz istəyəcəm. Nətər? Bizim printer rəngsiz çıxarır. Bizdə rəngli çıxmır. Boz çıxır. Ona Rəngli- görə mən boş istəyirəm. Rənginə ehtiyac yoxdur ki, onsuz da bizim şəkillərimiz rəngsizdir. Peki. Yaxşı uşaqlar, əgər sualınız yoxdursa, sağollaşalım. Yox. Sağ olun, müəllim. Oldu, sağ olun. Gələn dərsdə görüşürüz. Sağ ol. Sağ olun.